Cavid Baxı şirkətindən narazıdır. 2018-ci ildən təhvil verilən binada hələ də idarəçiliyi tikinti şirkətinə məxsusdur. Vətəndaşlar isə işlərin obyektiv görülməsi üçün mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratmaq istəyir. Ancaq deyirlər ki, buna imkan verilmir. Məsələni əməkdaşımız İsmail Əmirli araşdırıb. Bura Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən 250 mənzildən ibarət Viləkçay adlı yaşayış kompleksidir. Bina yaşayış üçün tam hazır olsa da, nədənsə indiyədək rəsmi qaydada təhvil verilməyib və 2018-ci ildən etibarən tikinti şirkəti tərəfindən yaradılan MMC vasitəsilə idarə olunur. Lakin bəzi sakinlər bununla razılaşmır. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratmaq istəsələr də, buna müxtəlif üsullarla maneə yaradılır. İşıqların kəsməklə, suların kəsməklə, belə təhdid eləməklə qorxuzurlar. İstəsək işi su motorlarını da kəsib apararıq, nə bilim transformatorları kəsib apararıq. Bu bizim özümüzündür. 2018-ci ildən bu yana bunlar ailə şirkəti olaraq buranı öz yönetimlərinə alırlar. Yəni qanunsuz kommunalni yığırlar. Biz MMC yaradıq, bu binanı sakinlər idarə etsin və açıq və aydın şəffaf bir şəkildə. Onlar da buna imkan vermirlər. Burada axran işlədirlər. Heç əmək müqaviləsi olmayan axranalardır. Heç kim səs vermədən, heç kim seçmədən öz qızını qoyub komendant 11 ildir. Qızı komendant işləyir, özü qarajın pulunu yığır, 2 dənə axıran işlədirlər, müqaviləsiz. Burada ailə biznesi gedir. Ayda bir 10.000 pul yığırlar, pul qazanırlar. Məsələyə aydınlıq gətirmək üçün adı çəkilən tikinti şirkətinin ofisinə yaxınlaşdıq. Lakin qapını üzümüzə açan olmadı. Bizi görən kimi sözün əsl mənasında qapını bağlayıb, aradan çıxan bina rəhbərliyinin telefon nömrəsini sakinlərdən alıb, əlaqə yaradıb, məsələnin nə yerdə olduğunu öyrənməyə çalışacağıq. Biz hazırda sizin inşa elədiyiniz binanın qarşısındayıq və sakinlərdən bir yerdə. Burada bir neçə qaranlıq məsələlər var. Onlarla bağlı vətəndaşlar bizə şikayət ünvanlayıb. İstəyərdik bura gələsiz, məsələni elə bir yerdə sizlə aydınlaşdıraq. Mən rayondayam, Necərdəyəm. Mən sabah olacağım. Tikinti şirkətinin rəsmisi şifahi şəkildə etiraf etdi ki, sakinlərin 51% səs vermə əsasında mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması ilə bağlı qərar verərlərsə, o zaman idarəçilik də onlara məxsus olacaq. Amma hazırda belə bir məsələ yoxdur. Sakinlərə isə bununla bağlı hər hansısa maneə və təhdiddən söhbət gedə bilməz. Bəs əslində necə olmalıdır? Qanunvericiliyə əsasən çoxmənzilli yaşayış binaları tikilib, vətəndaşlara təhvil verildikdən sonra bina sakinləri tərəfindən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti qurulmalı. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti qurduqdan sonra idarə etməni keçmiş tikinti şirkətinə və yaxud hər hansısa bir idarə etmə şirkətinə və yaxud həmin bina sakinlər tərəfindən idarə oluna bilər. Ekspertin sözlərinə görə bu məsələ ilə bağlı narazı sakinlər protokol tərtib etməklə və ən azı 51% səs çoxluğu ilə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yarada bilərlər. İsmail Əmirli, Aysu Qayıbova, Şəhriyar Əhmədli, ATV Xəbər.